Salam Nuranə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi artıq 300-dən çox məktəbdə kağız jurnallar elektronlarla əvəz olunub və bu da rəqəmsal məktəb platforması layihəsi çərçivəsində artıq mart və aprel aylarında pilot layihə kimi sınaqdan keçirilib və öz təsdiqini tapdıqdan sonra bir sıra digər məktəblərdə də tətbiq olunmağa başlayıb və layihənin detalları ilə bağlı daha detallı informasiyanı, təfərrüatlı informasiyanı elə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfovadan alacaq. Xoş gördük Fidan xanım. Bu barədə detalları və rəqəmsallaşdırmanın məktəblərin daha hansı sahələrində istifadə olunacağı ilə bağlı informasiyaları sizdən əldə edirik. Buyurun. Çox sağ olun. Hal-hazırda Bakı şəhərində yerləşən 353 təhsil müəssisəsində tədris prosesi, şagirdlərin qiymətləndirilməsi, davamiyyəti və nizam-intizamı ilə bağlı bütün qeydlər elektron jurnal üzərində rəqəmsal məktəb platformasında toplanır. Bu, təqribən 500 mindən çox şagird, 30 mindən çox işçi heyət, pedaqoji heyət deməkdir. Və bu təhsil müəssisələrində kağız jurnalların istifadəsi tamamilə dayandırılmışdır. Biz cari tədris ilindən öncə bütün bu təhsil müəssisələrində pedaqoji heyətin, məktəb rəhbərlərinin və tədris işləri üzrə direktor müavinlərinin intensiv təlimlərini təşkil etdik. Bütün işçi heyət artıq platformada iş təcrübəsi formalaşmışdır. Hal-hazırda bütün təhsil müəssisələrində dərs cədvəlləri tamamilə aktivləşmişdir və şagirdlərin qiymətləndirilməsi üzrə, formativ qiymətləndirilməsi üzrə 5 səviyyəli qiymətləndirmə meyarı təyin edilir. Hər bir fənn müəllimi platforma üzərindən artıq şagirdlərin gündəlik formativ qiymətləndirmələrini apara bilirlər. Eynilə platform üzərində müəllimlər şagirdlərin davamiyyəti ilə bağlı, dərsdə iştirak etməsi və ya etməməsi ilə bağlı qeydləri apara və şagirdlərin özünü aparma prosesi üzrə nizam-intizamı ilə bağlı 3 səviyyəli qiymətləndirmə meyarı əlavə edə bilərlər. Biz tamamilə platform üzərində pedaqoji heyətin, idarəedici heyətin qeydiyyatını yekunlaşdırdığımız üçün hal-hazırda daha çox valideynlərin platformada qeydiyyatına fokus olmuşuq və bu istiqamətdə sinif rəhbərlərini, direktorların valideynlərin məlumatlandırılmasını və valideynlər üzərindən şagird profillərinin aktivləşdirilməsini təmin etmək istəyirik. Çünki bildiyiniz kimi valideynlər qeydiyyatdan keçdikdən sonra şagird profilləri aktivlənir və şagirdlər haqqında məlumatları valideynlər əldə etmiş olurlar. Ümumiyyətlə, rəqəmsal məktəb platformasından əlavə Bakı şəhərində yerləşən təhsil müəssisələrində və bir sıra başqa regional təhsil müəssisələrində də digər rəqəmsallaşma üzrə işlər aparılır. Bunlardan birisi, məsələn, təhsil müəssisə rəhbərlərinin müəssisə daxili verdikləri əmrləri kağız əmr kitabçası üzərindən deyil, əmr reyestri üzərində elektron formatda aparılması ilə bağlıdır. Təşəkkür edirəm. Çox son detallı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir daha xatırladım ki, artıq 300-dən çox ümumi təhsil müəssisəsində kağız jurnallar rəqəmsal olanlarla əvəz olunur, yəni elektronlarla əvəz olunur və bu da təbii ki, müəllim, şagird və valideyn üçbucağı arasında qarşılıqlı əlaqənin effektiv şəkildə təmin olunmasına yönəlib bu adımın atılması. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Söz yenidən sizdədir.